İnsan sevdiği ve aşık olduğu insanın addımlarını izleyir. Təbiidir. Nəyə aşıqsənsə, kimi sevirsənsə, onun kimi görünməyə çalışacaqsan. Bir insan Əli əleyhissalamı sidqi qəlblə sevirsə, Əli əleyhissalam Allah elminin qapısıdır. Əli əleyhissalam alimdir, sözün həqiqi mənasında. Allah elminin qapısıdır. O da çalışacaq elmli olsun. Çünki onun imamı, onun sevdiği şəxs alimdir. Əli əleyhissalam ən təqvalıydısa, o da çalışacaq təqvalı olsun. Ən şücaətlidirsə, çalışacaq cəsarətli, şücaətli olsun. Qorxaq yox. Çünki onda onu sevmir o. Onu başa düşmeyin. Bugün dünyada görürsünüz, dırnaqarası ulduzlar, nə bilim, nümunələr dünyada təbliğ eləyirlər. Görürsən, bu adam təbliğ olunduğu, reklam olunduğu adam hətta özü üçün nümunə ola bilməz. Büsbütün iffətsizdir. Adın çəkməyə adam utanır belə adamların. Görürsən, dünyaya nümunə göstərirlər, qadınlara nümunə göstərmək istəyirlər, kişilərə nümunə göstərmək istəyirlər. Niyə? Çünki sən onu sevsin, onun kimi çalışasan olasan da. Adı bunun kişidir, bunu əslində kişi deyil ki, bunda heç bir kişilik əlaməti yoxdur. Allah-u Teala hətta heyvanda görürsən ki, dişi erkək əlamətini qoyub. Bu xoruza bax, toyuğa bax, əlaməti xaricdən bilinir. Üzündə bir əzəməti var, bir saqqalı var, bir baxırsan qıraqdan bilinir də bunu. Allah heyvan səviyyəsində hətta onu qoruyub. Heyvan səviyyəsində. Bunun üzünə baxırsan, görürsən ki, bunu nümunə göstərmək istəyirlər bəşər insan. Allahın heyvan səviyyəsində qoruduğu fərqləri bunlar insan səviyyəsində qorumaq istəmirlər. Hatta Allah heyvana ona razı değildir. Razı olsaydı bunların simasını bir cür eləyərdi. Xoruzun siması belə olmazdı, toyuğunki belə olmazdı. Zahiri görkəmi elə olmazdı. Allah Teala heyvan səviyyəsində qoruduğu o kişi, qadın, erkək, dişi münasibətlərini bunlar insan səviyyəsində qorumaq istəmirlər. Bunu nümunə kimi göstərirlər ki, cəmiyyəti o cür layihələşdirsinlər, bir qeyrətləşdirsinlər, iffətsizləşdirsinlər. Allah bunu bilir. Allah deyir, sizin nümunəniz, sizə simvol, sizə dəyər əhl-i beytdir. Kişilikdə də. İffətdə də, mərdlikdə də, cəsarətdə də, elmdə də, təqvada da, bütün dəyərlərdə nümunə əhl-i beytdir. Siz onlarda iğne ucu qədər qüsur tapa bilməyəcəksiniz.